Almatıda bir günümü sizə göstərmək istəyirəm. Səhər bu şəkildə oyanıram və yatmaq istəyirəm, ona görə təzədən yatıram. Sonra notebookda montaj işlərinə başlayıram və biraz montaj edəndən sonra montajı bitirirəm. Əl işləri hazırlayıram və bağlayıb yandırıram. Bu qədər volba hazırladım. Maşını çəkirəm. Maşınıma minirəm və maşına oturandan sonra mətbəxə baxıram. Mətbəx pis gündədir. Bu saatlıqda burada nə işi var? Sonra mətbəx təmizləyirəm. Salat doğrayıram özümə, duzluyuram, çörək qoyuram, yemək gətirirəm və yeməyə başlayıram. Burada aclıqdan çıxmış kimi yeməyə başlayıram, xarpa-xarp. Yeməyi bitirəndən sonra məhsul çantamı götürürəm, əşyalarımı götürürəm və evdən çıxıram. Burada çıxışda maşını arxa-arxaya verirəm və çıxıram, qapını bağlayıram. Və gəlirəm liftə çatıram. Liftin qarşısında qonşu maşını saxlayıb, lift açılıb, liftdən minirəm, özümü çəkirəm. Sonra liftdən çıxıram həyətə, gəlirəm çatıram dayanacağa. Avtobus gözləyirəm, sağa-sola baxıram belə xarizmatik. Avtobus gəlir, minirəm avtobusa. Yenə də xarizmatik sağa-sola baxıram. Düşürəm avtobusdan, gedirəm satış edəcəyim yerə doğru. Gəlirəm çatıram satış edəcəyim yerə. Burada uzaqdan bir çəkiliş edirəm. Məhsul çantamı qoyuram, məhsullarımı çıxardıram, stendi yerləşdirirəm oturacağın üstünə. Burada satış yoxdur. Kitab oxumağa başlayıram. Kitabı oxuyandan sonra fikirləşirəm, çox oxuyan bilə yoxsa çox gəzən. Kitabı kənara qoyuram. Satışa davam edirəm. İlk müştərilərim bu xanımlardır və onlara məhsul satıram 5000-lik. Sonra başqa xanımlar gəlir. Onlar da yenə məhsul alırlar. 5000 tenge daha. Axşam olur, məhsullarımı yığışdırıram və gün ərzində 25000-lik satış etmiş oluram. Yenə avtobusa minirəm və evə qayıdıram. Burada dispetçeri yamsılayıram. Gəlirəm çatıram evə. Avtobusdan düşüb fikirli binamıza tərəf gedirəm. Burada binanın qarşısında oyuncaq terminal quraşdırıblar. Qəpiyə atıb oyuncaq götürməyə çalışıram, amma oyuncaq düşür. Qumarda uduzuram və deyirəm ki, mənim bəxtim olsaydı. Gəlirəm marketə giriş edirəm. Marketdə Doritos satılan yerə gedirəm. Doritos götürürəm. Sonra satıcı gəlir, mənə pivə verir burada. Deyir, başqa nə istəyirsən? Deyirəm ki, pendir istəyirəm. Saçaqlı pendir. Saçaqlı pendir götürürəm, kasaya yaxınlaşıram. Ödəniş edirəm. Toplam 10 manat ödənişdir və burada soruşur, qara paketə qoyum, deyirəm, hə qoy. Sonra gəlirəm binaya giriş edəndə qapıcı xanım qapını açır. Gəlim evə, açıram pivənin qapağını, süzürəm və pivədən içib Doritosdan, saçaqlı pendirdən yeyirəm və günü bu şəkildə yekunlaşdırıram.